Değerli izleyicilerimiz, bugün biz yiğit qəhrəman oğullarımızdan biri olan Kərimov Ayaz Azəroğlu'nun ev muzeyindəyik. Cənnətdəki mövludun mübarək olsun şəhidim. Vətən torpaqları uğrunda döyüşərək qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalan yiğit oğullarımızdan biri oldu Ayaz Kərimov. Bu vətən sizi unutmadı qəhrəman yiğit oğullar. Bugün şəhid anaları hər biri özlərinə borc bildilər ki, yiğit qəhrəman oğlun ailəsini ziyarət etsinlər və mənəvi dəstək olsunlar. Biz də özümüzə borc bilmişik. Bugün şəhidimizin ailəsinin yanında olaq. Elə istəyirəm ki, Ayazı dünyaya gətirən, bax bu qəhrəman ana öz ürək sözlərini bir-iki kəlmə çatdırsın. Buyurun Nüşabə xanım. Mən Kərimov şəhid Ayazın anasıyam. Mən balamla fəxr edirəm. Bugün mənim balam cənnətdə 24 yaşı tamam olur. Cənnətdə dəyişməyən mövluddur. Mübarək olsun balam. Canım qurban olsun. Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Qəhrəman igid oğullarımız bu yurdun uğrunda, vətən torpaqları uğrunda canlarını fəda etdilər. Düşmən gülləsinə sinələrini sipər etdilər. Bəli, Ayaz Kərimov bir qış günündə dünyaya göz açdı. Fevral ayının 12'si. Ömrünün elə payızında dünyadan köç etdi, qəhrəmanlıqla döyüşərək vətən üçün, torpaq üçün canını fəda etdi. Gənc yaşında qəhrəman Ayazımızın ömrünə bir qar yağdı. Vətən səni unutmadı, qəhrəman oğul. Mən istəyirəm elə analarımız adından bir-iki kəlmə kimin ürək sözləri varsa buyursun. Hamımızın ürək sözləri Buyurun. var. Bugün biz Ayaz balamızın işığına toplaşmışıq. Gəldim cənnətdəki dəyişməyən ad günü mübarək olsun şəhid balam, qəhrəman oğlum. Mən şəhid Kamran Quliyevin anasıyam. Bu günləri biz balamızın məclisindəyik, Nüşabə bacımızın yanındayıq. Tarix yazan balalarımızdan biri olan Ayaz balamızın məclisindəyik. Allah bacıma, atasına, qardaşına, bacısına səbir dözüm versin inşallah. Bizim balalarımız qanları ilə tarix yazdılar. Onlar heç vaxt unudulmayacaqdır. Şəhid onda unudulur, adı yaddan çıxanda da. Amma biz analar da, dövlətimiz də yəqin ki çalışacaq ki, bu şəhidlərimiz unudulmasın. Min şükür, həqiqətən sizi kimi Raziyə xanım, Azərbaycanın məğrur qadınları nəticəsində, sizi kimi sosial şəbəkədə paylaşan bacılarımız nəticəsində bizim balalarımız unudulmur. Kim şəhidinə dəyər verir, Allah mükafatını versin inşallah. Sizə də biz analar adından təşəkkür edirik ki, sağ olun, var olun, gəlirsiniz, balalarımızı işıqlandırırsınız, şəhidlərimiz hər yerdə tanınır. Söz yox, danışanda deyirik ki, Allah tanıyıb bizim balalarımızı. Çünki bu zirvəyə bizim balalarımızı gözə görünməz tək Allah'ın qəbul edibdir. Amma sizlərin də sayəsində balalarımızı sosial şəbəkələrdə də tanıyırlar, yəni bizi görəndə də tanıyırlar. Var olasınız. Yaxşı ki sizin kimi qızlarımız var. Allah sanıza dəyməsin. Təşəkkür edirik Ərsana. Başqa kimin sözü var? Buyurun. Biz de bugün Ayaz balamızın ocağına yürüşmüşük. Cennette dəyişməyən mövlud mübarək olsun. Allah atasına, anasına, bacısına, qardaşına səbir dözüm versin. Müşahidəsi başına dönərək. Allah sənə çoxlu səbir versin. Güzel. Amin. Buyurun Sevgi Hanım. Ayaz balamızın mövlududur. Cənnətdə dəyişməyən mövludu mübarək olsun. Şəhid balamızın ruhu şad olsun. Məqamı uca olsun. Şabə bacımıza, Azər qardaşımıza Allahdan səbir diləyirəm. Allah bütün şəhid analarına, atalarına, valideynlərinə, ailələrinə səbir versin. Ağır şeydir, çətin dərddə övlad içkisi. Bunu analar hamıdan yaxşı, yəni biz analar bilirik, bir-birimizi də başa düşürük. Bugün özümüzə borc bildik ki, Nüşabə bacımızın yanında olaq. Yenə Allahdan səbir diləyirəm. Allah şəhidlərimizi rəhmət eləsin, ruhları şad olsun, məqamları ucadan uca olsun. Təşəkkür edirik. Çox sağ olun, təşəkkür edirik sizə də. Buyurun kimin sözü var? Biz de bu Ayaz balamızın mövlududur. Cənnətdə dəyişilməyən mövludu mübarək olsun. Özümüzə borcu bildik. Şəhid anaların, Nüşabə ananın yanında olduq. Həmişə şəhid anaların qarşısında baş əyirən bir ana kimi. Məqamları ucadan uca olsun, məkanları cənnət olsun. Allah sizdən də Raziyə xanım razı olsun. Hər zaman şəhid ailələrinin yanında olmuşsunuz. Nə deyə bilərəm? Mən də bugün Nüşabə bacıma
Azər qardaşıma Allahdan səbir diləyirəm. Şəhid balamızın, Ayazın timsalında bütün şəhidlərimizin məkanı cənnət olsun, məqamları ucu olsun. Allah biz valideynlərə səbir versin. Allah Teala ordumuzu, yurdumuzu qorusun. Dövlətimizi, dövlətçiliyimizi qorusun. Göylərdə ucalan, dalğalanan bayrağımız əbədi olsun, əbədiyyətə qədər dalğalansın. Allah Raziyə xanım sizdən də, Leyla anamızdan da razı olsun. Sizə də təşəkkür edirik ki, biz anaları yaddan çıxartmışsınız, Bakıdan bura durmuşsunuz, bu yağışda, qarda gəlmişsiniz. Çox sağ olun, Allah sizə razı olsun. Teşekkür edirik size. Başka kimin sözü var? Biz de bugün istedik ki Leyla Ana ile birlikte gelek ve Ayaz'ın ev muzeyine bizim böyle küçük bir hediyemiz var. Ramil'in anasının da size salamlarını çatdırıram. Leyla Ana təqdim elə zəhmət olmasa anamıza. Şabanım, mən də şəhid Kəşfiyyəsi Əhməd İlqarının anasıyam. Bugün Raziyə xanımla birlikdə gəlib Şabanamızı tək qoymaq istəmədik. Şabanı Allah balanın məkanı ucadan uca etsin. Allah əzizlərində səbir təmkin versin. Allah cəmi şəhidlərimizin analarına can sağlığı versin ki, balalarını əbədi yaşatmağı onlara nəsib etsin. Allah hər birinizdən razı olsun. Allah balalarımızın da ruhunu ucadan uca etsin ki, biz yadları bir-birinə doğma eləyibdir. Allah hər birinizdən razı olsun. Raziyə xanım, Allah sizin də qələminizə qüvvət versin. Bir daha söz təşəkkürümü bildirirəm ki, bugün məni bu ailə ilə tanış elədiniz. Çox sağ olun, var olun, Allah bu təşəkkür birliğimizi edirəm. elimizden almasın. Yuvasılığımızı elimizden Başka kiminse sözü var? İgid qəhrəman oğullar, bu vətən sizi unutmadı. Vətən üçün canlarını sipər edən qəhrəman oğullar. Hərəniz bir qəhrəman oldunuz, vətən üçün, bayraq üçün canınızı fəda etdiniz. Ruhlunuz qarşısında ehtiramla baş əyirik. Allah bütün şəhidlərimizin məkanlarını cənnət eləsin, məqamları uca olsun, vətən sağ olsun deyərək şəhidlərimizin ruhu qarşısında bir daha ehtiramımızı bildiririk.